Salam dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəldiniz. Mən Seva. Bugün biz sizlərlə Gürcü dilində işarə əvəzliklərini öyrənəcəyik. İşarə əvəzliklərini bu, o işarə əvəzliklərini öyrənəcəyik. Deməli, Gürcü dilində bu olur s bu, o is. Amma həmçinin bu işarə əvəzliyi olur am və o işarə əvəzliyi olur im. İndi bugün biz sizlərlə öyrənəcəyik nə vaxt is işarə əvəzindən istifadə edəcəyik və nə vaxt am, im işarə əvəzliyindən istifadə edəcəyik. Deməli dostlar, is işarə əvəzindən istifadə edirik səxelobiti brunvada, yəni adlı kalda. Səxelobiti brunva bu adlı kal deməkdir. Bu nə deməkdir dostlar? Yəni bu deməkdir ki, və is işlətdiyiniz zaman gərək özlərindən sonra gələn isim adlı kalda, yəni səxelobiti brunvada ola. Məsələn, kali, bu qadın, bici, o oğlan. Burada kali, bici, bunlar səxelobiti brunvadadır, adlı kaldadır. Amma isim digər brunvalarda olarsa, digər hallarda olarsa, bu zaman qarşısında is işarə əvəzindən istifadə etmirik və yerinə am işarə əvəzindən istifadə edirik, yəni bu, is yerinə isə im işarə əvəzindən istifadə edirik. Məsələn, gəlin bir brunva götürək mitsemiti brunva, yəni yönlük hal. Mitsemiti brunva. Gürcündə 3-cü haldır bu. 7 haldan 3-cü hal olur mitsemiti brunva. Bu halın şəkilçisi nədir? S hərfidir, yoxmu bu halın şəkilçisi? Məsələn, kali sözünü biz mitsemiti brunvada hallandıranda olacaq kals. Yadınıza saxlayın, mitsemiti brunvada isimləri hallandırdığımız zaman ismin sonundakı i düşür. Kali oldu kals. Bici olacaq bicis. İkisi də mitsemiti brunvadadır. İndi bayaq biz dedik kali, bu qadın, bici, o oğlan. Amma mitsemiti də olanda artıq is deyə bilməyəcək və am, im deməyimiz lazım olacaqdır. Am kals, hansı ki bu qadına, bu qadını deyə tərcümə olunur. Am kals ya da im bicis, o oğlana, o oğlanı. Məsələn, baxın, am kals vuqureb, bu qadına baxıram. Am kals vuqureb ya da im bicis vxedav, o oğlanı görürəm deməkdir. Bax belə. Bu indi mitsemiti də hallandırdıq. Gördüyünüz kimi və isdən istifadə etmədik. İndi isə gəlin keçək, məsələn, natesaobiti brunvanı götürək. Natesaobiti brunva bu 4-cü haldır və Azərbaycan dilində yiyəlik hal deyə tərcümə olunur. Hansı ki, visi və risi suallarına cavab verir. Kimin, yəni nəyin, visi kimin, risi nəyin. Və bu halın şəkilçisi olur is. Baxın, məsələn, kali, bunu biz natesaobiti brunvada hallandıranda olacaq kalis. Bici, natesaobiti brunvada olacaq bicis. Burada da yenə biz və is işarə əvəzindən istifadə edə bilmərik. Yenə am və im işarə əvəzindən istifadə edəcəyik. Və olacaq am kalis, bu qadının. İm bicis, o oğlanın. Məsələn, am kalis çanta aktarça. Am kalis çanta aktarça. Bu qadının çantası burada qaldı. İm bicis mankana garet dqas. İm bicis mankana garet dqas. O oğlanın maşını çöldə durur, çöldə dayanıb o mənada. Burada isə artıq natesaobiti brunvada idi bizim isimlərimiz və qarşısında am, im işarə əvəzindən istifadə etdik. İndi isə gəlin sonraki halda hallandıraq. Mokmedebiti brunvadır sonraki hal. Mokmedebiti brunva, hansı ki hərəkət halı deyə tərcümə olunur. Bu halın şəkilçisi olur itdir bu halın şəkilçisi. Məsələn, gəlin götürək qalami. Qələm deməkdir, qalami. Bunu hallandıraq biz mokmedebiti brunvada və bu olacaqdır qalmit.
Qalmit, qalami sözündə hallanan zaman qum şiva baş verdi. M-nın qarşısındakı, M samitinin qarşısındakı A saiti düşdü. Buna fikir verin. Qalamit demədim, qalmit dedim. Çünki orada qum şiva baş verdi. Sözü hallandırdığımız zaman sözün kökündən saitin düşməsinə gürcücə qum şiva deyirik və bu sözdə gördüyünüz kimi qum şiva baş verdi. Qalmit. Qalmit qələm ilə deyə tərcümə olunur. Qələmlə. İndi bax biz məsələn qalami saxelobiti brunvadadır, yoxmu? O zaman biz bunun qarşısında es qalami deyərdik. Es qalami, bu qələm. Amma artıq burada qalami mokmedebiti brunvadadır. Qalmit. O zaman qarşısında es deyə bilmirik və am deyirik. Deyirik am qalmit. Bu qələmlə. Am qalmit. Məsələn, davalebas çalışmanı, yəni tapşırığı am qalmit vcer. Bu qələmlə yazıram. Davalebas am qalmit vcer. Həmçinin götürək is. Məsələn, götürək is puli. O pul. Is puli. Burada bu saxelobiti brunvadadır puli. Ona görə də qarşısında is işlətdik. Amma götürək puli. Bunu da yenə mokmedebiti brunvada hallandıraq və bu olacaqdır pulit. Bu zaman is deyə bilmərik. Is pulit olmaz. Və bu olacaq im pulit. Məsələn, deyək ki, im pulit axal telepons viqidi. İm pulit, yəni o pulla axal telepons viqidi. Yeni telefon alacağım. Viqidi bu alacağım deməkdir və gələcək zamanda. Axal telepons yeni telefon deməkdir. Həmçinin gəlin motxrobiti brunvada da hallandıraq. Motxrobiti brunva gücündə ikinci haldır. Motxrobiti brunva. Azərbaycanca bu nəqli hal deyə tərcümə olunur. Motxrobiti brunvanın şəkilçiləri ma və m şəkilçisidir. Samit köklü sözlərə ma artırırıq, sait köklülərə isə m artırırıq. Ya da bunu daha asan yadda saxlaya bilərsiniz. Əgər ismin sonu i ilə bitirsə, o i düşür və ma artırırıq. Digər saitlərlə bitirsə, heç nə düşmür, sadəcə birbaşa m artırırıq. Məsələn, kali bu i ilə bitir. Burada i düşəcək və ma artıracaq. Olacaq kalma. Kalma. Saxelobiti brunvada adlı halda biz bunu nətər dedik? Dedik is ya da es kali dedik. Yoxmu? Bu qadın es kali. Motxrobiti brunvada, yəni ikinci halda motxrobiti brunvada bu olacaq am kalma. Am kalma. Bu qadın, yenə bu qadın deməkdir burada. Sadəcə biz motxrobiti brunvadan əsasən keçmiş bitmiş zamanda istifadə edirik. Məsələn, baxın, gəlin keçmiş bitmiş zamanda bir feil götürək və deyək ki, man dacera. Feilin qarşısındakı əvəzliyə fikir verin. Əvəzlik man əvəzliyidir. Yadınızda saxlayın. Əgər bir feili keçmiş bitmişdə hallandırdınız və qarşısındakı əvəzlik man əvəzliyidirsə, demək ki, o feilin subyekti, yəni o feilin qarşısına, o əvəzliyin yerinə qoyacağınız isim mütləq motxrobiti brunvada hallanmaq lazımdır. Çünki man motxrobiti brunvanın əvəzliyidir. Buna görə də man dacera yerinə bu qadın yazdı desək, dönüb deyəcək am kalma dacera. Am kalma dacera. Am kalma dacera. Yəni bu qadın yazdı. Burada çünki dacera keçmiş bitmişdədir, yazdı və öz şəxs əvəzliyi man şəxs əvəzliyidir. Onun yerinə qoyduğumuz ismi də motxrobiti brunvada hallandırdıq. Yəni kali oldu kalma. Am kalma bu qadın. Am kalma cayikitxa. Bu qadın oxudu. Ya da götürək gogo sözünü. Bu gördüyünüz kimi i ilə bitmir, o saiti ilə bitir. Bu zaman sadəcə m artırırıq. Çünki mən sizə demişdim, i ilə bitənlərdə i düşəcək, ma artıracaqsınız. Gogom olacaqdır. Məsələn, am gogom ver dacera. Am gogom testi, bunu da artıraq yenə bir söz. Am gogom testi ver dacera. Bu qız testi yaza bilmədi. Ver dacera yaza bilmədi deməkdir. Bax belə dostlar, deməli bugün biz sizlərlə işarə vəziklərini öyrəndik. Es, is, bu, o. Amma nə dedik? Bu iki işarə vəziyi sadəcə saxelobiti brunvada istifadə olunur. Yəni özlərindən sonra gələn isim, çünki bunlar işarə vəziyidir, bunlar ismin qarşısında işlədilir. Özlərindən sonra gələn isim saxelobiti brunvadadırsa, yəni adlı haldadırsa, es, isdən istifadə edirik. Amma özlərindən sonra gələn isim hər hansı digər bir haldadırsa, o zaman am və im işarə vəziyyətini istifadə edirik. Am bu deməkdir, im isə o deməkdir. Ümid edirəm ki, bu dərs sizlər üçün aydın olar.
Öyrənmək istədiklərinizi mütləq videoların altında yazmağı unutmayın. Videoları bəyənməyi, kanalıma abunə olmağı, mənə dəstək olmağı unutmayın. Hər birinizə uğurlar arzu eləyirəm. Gələn videolarımızda görüşənədək sağ olun, salamat qalın.